Universitetin ilk günü necə keçir? Nə aparmaq lazımdır? Nə geyinmək lazımdır? Ümumiyyətlə universitetin ilk günü nə edirik? Həqiqətən düşünməzdim ki, bu mövzu bu qədər marağa səbəb olacaq. Ona görə də bunu qısa bir videoda aydınlaşdırmaq istədim. İlk gün sadəcə dəftər, qələm aparsanız kifayət eləyir özünüzdən, amma əlavə bir şey istəyirsinizsə apara bilərsiniz. Amma həqiqətən də bəzi müəllimlər sizdən tələb eləyə bilər ki, bir şey yazın. Ona görə də yəni pis situasiyaya düşməmək üçün dəftər, qələm aparın. Geyinmək də, yəni nə istəyirsiniz geyinə bilərsiniz. Yəni heç kəs sizə qarışa bilməz. İstəyirsiniz abartılı geyinin, istəyirsiniz sadə geyinin. Amma onu da deyim ki, universitet o qədər də rəsmi bir ortam deyil ki, ora çox rəsmi bir paltarla falan gedəsiz. Yəni çox rahat bir şey olsa daha yaxşı olar. Çünki ola bilsin ilk gün biraz yəni otaq çox dəyişəsiz ya da otağı tapmayasınız, yəni qasa-qasda olası ola bilər. Ona görə də yəni rahat bir şey geyinin. Qaldı ki, qrup yoldaşlarınızı necə tapacaqsınız, otağı necə tapacaqsınız. Siz portaldan qeydiyyatdan keçəndə siz öz nömrənizi orada qeyd eləyəcəksiniz. Hansı ki, sizi WhatsApp qrupuna əlavə eləyəcəklər. Orada sizdən yuxarı kurslar ola bilər və yaxud da tutor ola bilər və sizin qrup yoldaşlarınız da olacaq. Orada sizə bütün məlumatları verəcəklər, hansı sənədlər lazım olacaq, hamısını sizə yazacaqlar orada. Yəni narahat olmağa ehtiyac yoxdur. Sizə bir gün qabaq cədvəl atılacaq ki, hansı otaqda ilk dərs olacaq və orada nömrələrdən də yəni görə bilərsiniz ki, sizin qrup yoldaşlarınız olacaq və yaxud da Instagram hesablarından, sizin universitetin etiraf səhifələrindən falan kommentlərdə yaza bilərsiniz bəzi postların altında. Bəlkə oradan öz qrup yoldaşlarınızı tapdınız. Sonra Instagramda və yaxud da harda istəyirsinizsə qrup aça bilərsiniz. Sonra öz qrup yoldaşlarınızla razılaşa bilərsiniz ki, nə bilim, universitetin ilk günü, nə universitetin qabağında görüşək ya da nə bilim, universitetdə bir spesifik bir yer olsun ki, orada hamınız yığışıb görüşün. Yəni belə sadə bir şəkildə tapa bilərsiniz. Yəni bu qədər də narahat olmağa ehtiyac yoxdur. Hər şey çox yaxşı olacaq. Hamınıza uğurlar.